Bugün sizlərlə birlikdə çox asan, çox dadlı, ən az həftədə bir dəfə bişirəcəyiniz bir desert hazırlayırıq. İlk olaraq 250 mq südümüzü bir qaba əlavə edib isidirik. İsitmiş olduğumuz südün üzərinə 1 yemək qaşığı quru maya əlavə edirik. Bir neçə dəqiqə kənarda özünə gəlməsi üçün qarışdıraraq saxlayırıq. Yarım kiloqram unun üzərinə 60 qram şəkər tozu, 1 paket vanil, 1 ədəd yumurta, 50 qram otaq temperaturunda isitmiş olduğumuz kərə yağı əlavə edib yaxşıca qarışdırırıq. Son olaraq isə maya ilə birlikdə hazırlamış olduğumuz südümüzü də əlavə edib xəmirimizi yoğururuq. Xəmirimiz artıq hazırdır. Özünə gəlməsi üçün bir neçə dəqiqə bir kənarda üzəri bükülü vəziyyətdə saxlayırıq. Xəmirimiz artıq özünə gəldi. Masamızın üzərini unlayaraq xəmirimizi masanın üzərinə yerləşdiririk. Daha sonra isə yuxamızı yaymağa başlayırıq. Çox da nazik olmadan təxminən 6-7 mm qalınlığında bir yuxa yayırıq. Daha sonra isə 200 qram kərə yağını otaq temperaturunda isitdik. Üzərinə 200 qram şəkər tozu əlavə edərək yaxşıca krem halına gələnə qədər qarışdırdıq. Yaymış olduğumuz yuxanın üzərinə əlavə edib hər tərəfinə yayırıq. İndi isə xəmirimizi rulet formasında bükürük. İçimizə kağız yerləşdirib yaxşıca yağladıq. İndi isə təxminən 2 sm qalınlığında hazırlamış olduğumuz ruleti kəsirik. Gördüyünüz şəkildə listimizə bütün xəmirimizi yerləşdirdik. Üzəri üçün 1 ədəd yumurta, biraz sarı kök, təxminən 2-3 yemək qaşığı da bitki yağını qarışdırırıq. Və xəmirimizin üzərinə yaxşıca yayırıq hər tərəfinə. Əvvəlcədən isitdiyimiz 180 dərəcə sobada üzərləri və altı yaxşıca bişənə qədər desertimizi saxladıq. Artıq şirniyyatımız hazırdır. Əgər hər hansısa bir sualınız yarandısa, şərh bölməsində qeyd etməyi unutmayın. Ümid edirəm ki, dadını çox bəyənərsiniz. Kanalıma abunə olmağı və videonu bəyənməyi də həmçinin unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.